Əziz izləyicilər, Bugünkü menyumuzda pilimenimizdir. Özümüz hazırlamışıq. Burada yanında deməli smetan, mayonez, üstü bol acı istiotdur. bu da acikadır, özümüz hazırlamışıq. Əladır. Başlayaq. Göz haqqınızı halal eləyin. Bunun içində gürzələr də var, amma balaca elədiyimizə görə ayırmadıq. Bol istiotla mayonezlə super olur. Xəmir qoyanın üçün ürəyimiz gedir. Bu gürzədir, balacadır, amma gürzədir. İstidir baxın. Qaynar. Bu günləri sezonu bağlayırıq xəmir xörəkləri ilə. Qış sezonunun yeməyini. Əslində smetandan çox adam yeyir. Çeşid olsun deyə qoyduq, amma ən dadlı mayonezlə istiotla. Belə bol istiotdur, bol mayonezdir. Rəylərdə bizə yaza bilərsiniz ki, nə yeməklər yeyək, nələri çəkək. Allah. Biz təzə başlayanda samnen eləyirdik ki, bizə samnen eləyirdik ki, biz Samneniye belə söz yoxdur. yaxşı rəylər gəlməz, maraqlı olmaz, baxış sayımız az olar, amma rəyləri görəndən sonra, like-lar görəndən sonra sizə təşəkkür edirik. Dəstəyinizi davam edin. Çox sağ olun. Ne diyor bu? Ayağını datdırdım. Əladır. Evdə uşaqlar olsa deyin. Uşaqların sevimli yeməyidir. Salam aleyküm. Aleykümselam. Bunun da sonuna gəldik. Bir də nə deyəcəm? Hazır mı? Az sen de bir şeyden ha, şukalık elime. Bugünkü videomuzun da sonuna gəldik. Hər birinizə təşəkkür edirik ki, bizi izləyirsiniz, rəy bildirirsiniz. Çox sağ olun. Dəstək olduğunuz üçün sizə təşəkkür edirik. Bizi izləməyə davam edin. Yeni videolarımız gələcək. Əla olacaq. Abunə olmağı, tıklamağı zəhmət olmasa unutmayın. Hələlik.